Mən Elnara İlgidova, uşaq həkimiyəm. Marniolin Hospitalın ambulatoriyasında işləyirəm. Peyvəndlər uşaqlara çox vacibdir. Çox təhlükəli xəstəliklərin qarşısını alır. Особенно belə qızılcadır, məxmərəkdir, göy sürəkdir. Bu xəstəliklərin qarşısını almaq üçündür. Bəzən bəzi valideynlər hardanca ya mətbuatdan, ya qəzetlərdən hardanca bir oxuyurlar ki, uşağa ziyandır. Ziyanın heç bir şeyi yoxdur, xeyrindən savya. Ona görə ki, çox ciddi xəstəliklərin qarşısını alır bu peyvəndlər. Peyvəndlər bəzən reaksiya verə bilərlər. O yerli reaksiya ola bilər. Bir də temperaturası uşağın qalxa bilər, istisi. Ona görə həkimlər dediyi məsləhətləri eləsələr qorxulu bir şey olası deyil. Əsas ki, o ziyan verən xəstəliklərin qarşısını alır. Bütün tibbi məlumatlara görə yoxlanılmış peyvəndlərdir. Bütün dünyada bu peyvəndlər olunur. Ona görə ki, uşaqlar bəzən məktəbə mi gedir, bağa-bağçaya mı gedir, orada bir-birinə kontaktda olduqlarına görə keçici xəstəliklərdən tez yoluxa bilərlər. Ona görə peyvəndlər çox vacibdir. Bəzən suallarınız qalxsa, öz həkiminizə müraciət edə bilərsiniz.